Oğullar yetişdirir analar. Elə deyər olsun ki, inşallah siz o təqaüdə pensiyaya çıxanda birlikdə baxasınız, belə xoş bir üzünüzdə təbəssüm yaransın. Amma bunun üçün o hədiyyə lazımdır. Sonra da ən çətini pensiyaya çıxmaq lazımdır. O pensiya özü bir hədiyyə daha. Kimdə ona hədiyyə verən? Get işdə zülüm olar, yığ yaşa. İşlədiyin staja uyğun olaraq almaq dostlar. Əmək pensiyası səhv hesabladıqda nə etməliyik? Baxırsan ki, sən stajın çoxdur, amma səni biraz az hesablayıblar. Belə olan halda necə vətəndaş öz hüququnu qorumalıdır, izləyək. Əvvəl o qədər yaşamaq lazım. Yaşa görə əmək pensiyasına çıxan bəzi şəxslər pensiya məbləğinin düzgün hesablanmamasından narazıdırlar. Xəbər ertəsinin qaynar xəttinə ünvanlanan müraciətdə 1980-90-cı illərdə işləyən bəzi şəxslər əmək stajlarının hesablama zamanı nəzərə alınmadığını bildirirlər. Pensiya məbləği əmək pensiyaları haqqında qanunun 10-cu maddəsinə əsasən təyin olunur. Millət vəkili Vüqar Bayramov deyir ki, bəzən təyin olunan təqaüdün məbləğində səhvlər baş verə bilər. Belə hallarla qarşılaşan vətəndaşlar pensiyalarının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər. Praktik olaraq mütəmadi də belə müraciətlər olur, baxılır və uyğun qərarlar da qəbul edilir. Amma nəzərə almaq lazımdır ki, 80-90 və ya 2006-cı ildən əvvəlki illərdə çalışan vətəndaşlarımızın pensiya məbləği, onların həmin dövrdə aldığı əmək haqqı məbləğinə deyil, onların 2006-cı ildən sonra topladıqları pensiya kapitalı və 2006-cı ilədək iş stajları üçün hər ilə hesablanmış əmsal, yəni konkret məbləğ nəzərə alınmaqla müəyyənləşir. Əgər şəxs verilən cavabdan narazı olarsa, vətəndaş Nazirliyi deməli Bakı İnzibati Məhkəməsinə verməklə əmək pensiyasının yenidən hesablanmasına nail ola bilər. Müəyyən olunarsa ki, hesablanma düzgün aparılmamışdır, bununla bağlı deməli qərarında qeyd eləyir və kəsir məbləğ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşın kart hesabına və ya bank hesabına köçürüləcəkdir. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, şəxs pensiyasının yenidən hesablanması üçün qurumun struktur bölməsinə və ya istənilən dost mərkəzinə müraciət edə bilər. Bu zaman 2006-cı ilin yanvarın 1-nədək olan ümumi iş stajını təsdiq edən sənədlər, əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və əgər varsa 2006-cı ilin yanvarın 1-nədək bitmiş əyani təhsil dövrünə dair sənəd mütləq təqdim edilməlidir. Turqan Əliyev, Nizami Rəsulov, Səbinə Qurban, Xəbər ertəsi.